Bərdə Polis Şöbəsinin əməkdaşlarının keçdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mənsur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marihuana və 1 kiloqram tiryək əşyalar. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildiriblər. Araşdırmalar davam edir. Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdiyi tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Musa Rafiqoğlu, Aran TV, Bərdə.